Boyanın qoxusu havaya qarışıb, divarlara söykənən kətanlarsa sanki öz növbəsini gözləyir. Burada zaman biraz fərqli axır, saatların deyil, rənglərin ritmi ilə. Hər fırça izi davam edən bir düşüncənin kölgəsidir, hər kölgə isə susaraq danışan bir hissin izahı. Rəssam və heykəltaraş olan Pərviz Abbasov üçün emalatxana həm də daxili dünyası ilə əsərləri arasında səssiz diyaloqun şahididir. Bəzən sakit, bəzən üsyankar, amma hər zaman səmimi. 2008-ci ildən artıq bu işlə məşğulam. Əzim Əzimzadə adına kollecdə müəllimlərimiz olub, akademiya dövründə müəllimlərimiz olub. İstedad əslində insanın öz içində olmalıdır təbii ki. İstedad olmayandan sonra neçə müəllim olur olsun, sənin əgər həvəsin yoxdursa, istedadın yoxdursa, sənəti əvvəl-axır buraxacaqsan, davam eləməyəcəksən. Onun əsərlərində klassik sakitlik yoxdur. Burada dinamika, səs, hərəkət var. Pərviz Abbasov müasir Bakının ritmini rənglərlə ifadə edir. Tablolarında həm yumor, həm də düşünmək üçün səbəb var. Ümumiyyətlə, mən həmişə üstünlük vermişəm biraz tamaşaçı hər hansı bir əsərə baxanda mütləq onun ürəyi açılmalıdır. Məncə, pozitiv enerji alsa, ürəyi açılsa, bəsdir. Orada dərin fəlsəfə falan, mənim işlərimdə adətən belə şeylərdən istifadə eləmirəm. Küçə mədəniyyəti, gündəlik həyat səhnələri və simvolik obrazlar onun yaradıcılığının vizual dilini təşkil edir. Əlvan palitraya malik tablolarının ərsəyə gəlmə müddəti isə müxtəlif olur. Adətən əsərlər bir həftəyə, minimum bir həftəyə başa gəlir, amma elə əsərlər var ki, kompozisiyasına görə dəyişir, kompozisiyanın çətinliyinə görə, əsərin ölçüsünə görə. Buna görə vaxt indi dəyişir də. İllər filan, aylar olmur. Minimum bir həftə, maksimum da belə deyək də 3 həftə. Bəlkə də Pərviz Abbasovun əsərlərinin bu qədər canlı, parlaq, hərəkətli olmasının səbəbi elə budur. Hər əsərinə xüsusi həssaslıqla yanaşan fırça ustasının üslubunda müasir trendlərlə Bakı adət-ənənələri birləşir. Kompozisiyasından asılı olmayaraq bütün əsərlər mənim üçün doğmadır. Bunlar hamısı əziyyət çəkilmiş üstündə əziyyətlərdir. Enerjim var onların üstündə, vaxtım gedib. Burada əsər əslində həddindən artıq çoxdur. Tablolarında istifadə etdiyi rənglərdə, personajlarda, Bakı atmosferini bütün dolğunluğu ilə çatdıran detallar da Pərviz Abbasovun daxili dünyasını tamaşaçıya açır. Müxtəlif sərgilərdə uğurla iştirak edən rəssam müasir təsviri sənətimizdə öz dəstəxətti ilə tanınır. İştirak eləmişəm yerli sərgilərdə də, beynəlxalq sərgilərdə də, amma mənim üçün daha çox əziz olan təbii ki, öz fərdi sərgim olub 2024-cü ildə. Muzey mərkəzində olmuşdu. Biz kimi məclis onun məclisidir. Sərginin adı belə idi. Əlyağa Vahidə həsr olunan filmdə o qısa bir fraqment var idi. Orada meyxana idi. Həmin o qafiyədəndir. Biz kimi məclis onun məclisidir. Mənim üçün ən əziz sərgilərdən biri o olmuşdu təbii ki. Bugün həm də rəssamın emalatxanasında hər yeni kətan qarşısında eyni sual dayanır. Görəsən növbəti hekayə hansı rənglə başlayacaq? İnarə Hümbətova, Kamran İsayev, Sevgi Əlizadə, Xavər Zahirova, Mədəniyyət xəbərləri.